hansı maddə reaksiyaya giribsə, reaksiyaya girənə görə artar. Bir qabın kütləsi 7,75 qram artdı. Onda həmin artım reaksiyaya girəndə metilamin idi. Deməli, metilamin burada müəyyən edirəm ki, burada 7,75 qram imiş. Onda görək bu neçə mol maddə imiş. Metilamin görək neçə mol imiş. 7,75 qram mola çevirin. Onun emili 31-dir. Yəni 1 molu 31 qramdırsa, 7,75-i görək nə qədərdir. Buradan bir dənə x-i tapıb mənə deyin, zəhmət olmasın. %25. Bəli. 0,25 mol, deməli burada nə var imiş var? Metil. İlkin qarışıq neçə mol idi? 22,4 litr idisə 1 mol idi. 0,25 molu inci metilamindir. 1-dən 0,25 çıxanda 0,75 molu da etan imiş. Bizə deyir ilkin qarışıqda metilaminin mol payını tap. Metilamin 0,25 moldur. İlkin qarışığın molu isə 1. Faizən istəyir bizdən. Nəyi soruşursa bölürük ümumi mola, vururuq 100-ə. Soruşaq var 25% edir. Baxın bir də.